Əksər uşaqlar, xüsusilə də məktəblilər valideynlərinin onlara cib xərcliyi vermələrindən xoşbəxt olurlar. Bu, həm onların müstəqillik hissini gücləndirir, həm də öz seçimlərini etməyə şərait yaradır. Lakin bəzi valideynlər bu yanaşmanı düzgün saysalar da, digərləri uşaqlara erkən yaşlardan pul verməyin onların tərbiyəsinə və dəyərlərinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar. O qədər də çox verməyin tərəfdarı deyiləm, çünki hələ ki orta məktəb şagirdləridir. 1-2 manatdan artıq vermirəm düzü. Mən düşünürəm ki, biz də zamanında belə böyümüşük, o düzgün bir hərəkət idi. Özüm alıram nə lazımdırsa. Neçə yaşı var qızınızın? 8. Kreditkartlarda olur, məktəbdə nəsə almaq istəyir, 40 qəpik, 50 qəpik, o qədər. Sadəcə ziyanlı bir şeylər almasın deyə özüm alıb sumkasına qoyuram ona görə. Mən o qədər də tərəfdarı deyiləm. Səbəb, mən bilməm o həmin pulu gedib harda nəyə xərcləyə bilər. Əsasən qidaya xərcləməlidirlər. Qidanı da evdə yesin də, sağlam yemək gəlsin, yesin. Psixoloq Narınc Rüstəmova deyir ki, valideynlərin övladlarına xərclik verməsi onların gündəlik tələbatını ödəməklə yanaşı fərdi şəxs kimi formalaşmasında da mühüm rol oynayır. Bu zaman uşaqda özünə qarşı güvən hissi yaranır və o pulunu hesablamağı, onu düzgün xərcləməyi öyrənmiş olur. 7-8 yaşlarından sonra artıq uşaqlar vurma cədvəlini öyrənib bitirəndən sonra ideal yaş həddi 9 yaşı nəzərdə tuturuq ki, artıq 4-cü sinifin, 3-cü sinifdə artıq valideynlər kiçik məbləğlərdə övladlar pul xərcliyi verməlidirlər. Valideyn övladının qarşısına qoyub müzakirə etməlidir. Sən bugün məsələn məktəbə getsən, bufetə ensən, sən nə alacaqsan? Bir kök alacağam, bir məsəl üçün çöplü şirə alacağam. Bunlar nə qədər eləyir? 2 manat. Bəzən elə məktəblər elə formada var ki, o uşaqlara xərclik 4 manat lazım olur və ya 3 manat lazım olur. Bəzən isə yemək məktəb tərəfindən təmin olunur. Bunlar çox vacib olduğu üçün valideyn bunu övladı ilə müzakirə etməlidir. Psixoloq deyir ki, bəzən valideynlərin övladlarına xərclik verməməsi uşaqların oğurluq, borc almaq kimi pis vərdişlərə yönəlməsinə səbəb olur. Bəzən isə bu, uşaqların yetkinlik yaşına çatdıqdan sonra da puldan düzgün istifadə edə bilməməsi ilə nəticələnir. Uşağa ilkin olaraq hər zaman müzakirə etmək. Bugün neynədin? 10 manat vermişdim, bugün özünə nə aldın? Məsələn, bunu aldım, onu aldım. Gəl hesab, 6 manat xərcləmişsən, vay, digər 4 günü 4 manatın ümidinə qalacaqsan. Gəl, onda evdən məsələn, nəsə bir şey götür günən ki, gedib orada ac qalmayasan. Yəni valideyn bəzən o pulu tamamlamağa çalışır. Deyir, hə yaxşı, gəl mən sənə 5 manat əlavə verim, bu olmaz. Bu zaman uşaq pulun qədrini bilməyəcək və fikirləşəcək ki, pulum azalsa da onsuz da ana ata verir mənə. Psixoloq həmçinin valideynlərə tövsiyə edir ki, uşaqlara pulu nəyinsə müqabilində mükafat kimi yox, tələbatlarını qarşılamaq məqsədi ilə versinlər. Əks halda gələcəkdə uşaq ya bədxərc, ya da xəsis ola bilər. Aylin Rəsulzadə, Cəfər Qasımov, Kəmalə Əli Muradova, Xəbər Ertəsi.